Salam, hər vaxtınız xeyir olsun, hörmətli Amlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində 314 saylı məktəbin düz yanında asfalt qapısına qədər olan, şəxsi özünə tikilmiş, super evra remont təmirli, qiymətindən qat-qat ucuz olan tam təmirli bir evimiz satışa çıxıb. Ev 7 otaqdan ibarətdir. Özünə şəxsi tikilmiş evdir və əlavə olaraq qaraj da var evin aşağı hissəsində. Alt üst 2 mərtəbənin ikisi 7 otaqdan ibarətdir. Düz məktəbin yanında tikilib, həyətinə hardasa 2 maşın rahat daxil olur və əlavə olaraq qaraja da 2 maşın daxil olur. Gördüyünüz kimi avtomatik darvazadır. Buyurun baxın və əlavə ayrıca olaraq giriş qapısı da var. Darvazadan əlavə suyu qaz işığı daimi. Hal-hazırda birinci mərtəbəni isə təqdim edirəm. Bura gördüyünüz kimi qarajıdır. Qarajda tam təmirli 2 maşın rahat daxil olur qaraja. Bu hissədə pləkanın altında kombi aparatı yerləşir. Ev monolit betondan inşa edilmişdir. Bir mərtəbə arası monolit betondur və döşəmə hissəsi birinci mərtəbəndə, ikinci mərtəbəndə hissəsi tam istipoldan ibarətdir. Daxil oluruq birinci mərtəbənin dəhlizinə. Gördüyünüz kimi bahalı mərmərdən quraşdırılmış pol, yəni döşəmə hissədir. Sağ tərəfdə qonaq otağı yerləşir. Birinci mərtəbənin qonaq otağı hardasa uzunluğu 9 metr, eni hardasa 3 metr 80 santı. Pəncərə həyətinə baxır. Çıxırıq dəhlizə. Uzun bir dəhlizdir və dəhlizdən daxil oluruq. Qapı ilə üzbəüz yerləşən bir başqa bir yataq otağa. Arxa tərəfinə məsafə var. Hardasa 1 metrdən yuxarı məsafə var evin arxasında. Bura bir yataq otağıdır. Keçirik növbəti yataq otağından birinə. Bu da uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Bir daha təkərdən döşəmə hissəsi tam demək istipoldan ibarətdir. Buradan daxil oluruq evin birinci mərtəbənin hamamına. Gördüyünüz kimi kombi set burada yerləşir. Buradan çıxırıq həyətə. Ev hardasa 15 daş kürsüdən ibarətdir. Buradan eyvan hissəsinə daxil oluruq. Eyvandan daxil oluruq ikinci mərtəbənin demək dəhlizinə. Dəhlizdən daxil oluruq ikinci mərtəbədə yerləşən mətbəxə. Mətbəx də çox genişdir. Məktəb buradan görünür. Gördüyünüz kimi bura məktəbdir. Məktəbin binasıdır. 50 metr məsafəsi var. Mətbəxdən çıxırıq yenidən dəhlizə. Daxil oluruq qonaq otağına. Gördüyünüz kimi qonaq otağı da tam təmirlidir. Pəncərədə həyətinə baxır. Çox gözəl evdir, yəni şəxsi özünə tikilmiş evdir. Tavanında gördüyünüz kimi plafonlar da var. Bahalı aboyla üzlənib evlər, otaqlar daha doğrusu. Dəhlizdə belə bir işıqlandırma sistemi var. Daxil oluruq yataq otaqlarının birinə. Bu yataq otağı da tam təmirlidir gördüyünüz kimi. Mərtəbələr arası monolit betondur. Burada kombi xəttlərinin krantları yerləşir və daxil olur ikinci yataq otağına, ikinci mərtəbədə yerləşir ikinci yataq otağına. Sonra yenidən dəhlizə və burada sanitar qoşağa da baxış keçiririk. Gördüyünüz kimi sanitar qoşağı da tam təmirlidir. Aksesuarlar satış zamanı quraşdırılacaq. Kombi quraşdırılıb, aparatı
Hörmətli izləyicilər, bir daha təkrarlayım, ev 2 mərtəbə 7 otaqdan ibarətdir. Şəxsi özünə tikilmiş evdir. Tam Euro remont təmirləndir. Aşağı hissəsi, yuxarı hissəsi istipoldan ibarətdir, monolitdir. Bu evin ilkin qiyməti 145 min manatdır. Real alıcıya endirim alacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, növbəti evlərimizlə tanış ola bilərsiniz. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.